Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, konferansdan gözləntilər böyükdür. Onun sözlərinə görə, burada səsləndiriləcək təkliflər təkcə akademik fikir mübadiləsi kimi qalmayacaq. İdman təhsilində yeni inkişaf mərhələsinə yol açacaq. Gənclər və İdman Nazirinin müavini İndir Hacıyeva çıxışında vurğulayıb ki, müasir dövrdə idmanın təsir dairəsi genişlənir və təhsil, tibb, psixologiya, texnologiya, eləcə də iqtisadi sahələrə ciddi təsir göstərir. Azərbaycan Judo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu isə son 4 ildə akademiya ilə sıx əməkdaşlıq etdiklərini qeyd edib. Bildirib ki, bu əməkdaşlıq həm elmi tədqiqat, həm də idman hazırlığı istiqamətində uğurlu nəticələr verib. 2 gün davam edəcək konferansda idman kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi, idmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi və idman fəaliyyətlərinin təşkili kimi mövzular ətrafında məruzələr dinləniləcək. Konferansın əsas məqsədi idman sahəsində peşəkar təhsilin mövcud vəziyyətini təhlil etmək, problemləri müəyyənləşdirmək və beynəlxalq təcrübəyə əsaslanan inkişaf imkanlarını müzakirə etməkdir. 2 yıl önce UNESCO konferansı burada yapıldı, Spor Bakanları Konferansı. Orada Fit for Life programını başlattı. Aslında Fit for Life programı da halkın işte fiziksel aktiviteye her alanda çocukluktan ileri yaşlara kadar fiziksel aktiviteye katılımını cesaretlendirecek önlemler alınmasına yönelik bütün dünyada bir program. Bunun tabii Azerbaycan'da başlatılmış olması da çok önemli. Sizin öncülük yapıyor olmuş olmanız. Biz de bilim insanları olarak politika yapıcılara ve halka bunu anlatmalı. Fiziksel aktif bir yaşamın, sağlığın korunmasında, kronik hastalıkların önlenmesindeki öneminin altını çizmeli ve bu tip projelerin geliştirilmesine destek olmalıyız. Əsas məqsəd ondan ibarətdir ki, müasir dövrümüzdə idman sahəsində təhsil məsələlərinin və həmçinin də elmi yanaşmaların artırılmasına köməklik göstərmək, bu sahəyə diqqət çəkmək, həmçinin bununla bağlı beynəlxalq əməkdaşlıq imkanlarını araşdırmaqdan ibarətdir. Buna görə də konferansda müxtəlif ölkələrdən müxtəlif akademiklər, professor heyəti dəvət olunub. Bəziləri artıq bu istiqamətdə bir təcrübə həyata keçirilib, həmin təcrübəni bölüşmək üçün buradadır. Bəziləri ilə isə gələcək əməkdaşlığın qurulması ilə bağlı addımların atılması düşünülür, planlaşdırılır. Artıq biz idman təhsili zamanı ümumiyyətlə idmançıları izləsək, görsək federasiyaların fəaliyyətinə baxsaq, görərik ki, texnologiyanın istifadəsi geniş vüsət alır. Məsələn, bir idmançının performans analitikası, data analitikası və yaxud bir komandanın desək, eyni zamanda onun nutrisologiyası, funksional diaqnostikası, bunların hamısının istifadəsində müxtəlif növ texnologiyadan istifadə olunur. Və bu texnologiyalar elm vasitəsilə daha çox tədrisə yansıyır, tədqiqatlar vasitəsilə tədrisə yansıyır. Bu da özlüyündə elmi, tədrisi, idmanı, texnologiyanı birləşdirir. Yəni düşünürük ki, bu həm akademiyada verilən tədrisə, həm də federasiyalar, ümumiyyətlə elm cəmiyyəsində, idman cəmiyyəsində baş verən proseslərə müsbət təsir göstərəcək. My name's Professor Mike Callan. I'm from the University of Hertfordshire in England, where I'm Mən İngiltərənin Hertfordshire Universitetində cüdo təhsili üzrə professor vəzifəsində çalışıram. Bu konferans yüksək səviyyəli beynəlxalq məruzətçilərin də qatıldığı idmanın Azərbaycan ictimaiyyətinin həyatını müsbət yöndə dəyişdirmək gücündən bəhs edən olduqca əhəmiyyətli bir beynəlxalq konferansdır. Bu platformaya məni dəvət etdiklərinə və çıxış etməyimə zəmin yaratıqlarına görə minnətdarlığımı ifadə edirəm. Rahim Əkrəmoğlu, Atabəy Səyyad, Elşad Heydərov, NTV Xəbər, Bakı.